And olsun Kərbəla ziyarətinə ki, getdiyim Kərbəla ziyarətinə ki, 85%, 90% təmtəraqla ailə həyatı quranlar, sosial şəbəkədə paylaşanlar bir həftə keçmir ki, onlar boşanırlar. Onlar ayrılırlar. Onlar boşanmağa qərar verirlər. Niyə? Bilirsiniz, çünki həmin insanlar bir-birini tanımayıblar. Həmin insanlar çətinlik nədir bilməyiblər. Həmin insanlar bir-birini yaxından tanımayıblar. Ona görə ailələr çox su dağılır. Ona görə ailələr bu vəziyyətə gəlir. Ailə təkcə mən səni sevirəm deməklə ailə həyatı qurulmur. İnsan məsuliyyəti dərk eləməlidir. İnsan məsuliyyəti başa düşməlidir ki, mən artıq ailə həyatı qururam. Artıq nə? Mənim öz ailəm var. İnsan öz ailəsinə hörmət eləməlidir. İstər kişi, istər qadın. O bir söz var, deyirlər ki, ailədə təkcə kişinin sözü keçməlidir. Orası elədir, amma məsələ də bundadır ki, qadının da fikri, İslami şəriətə əsasən qadının da düşüncəsi, qadının da sözü ən azından ailədə keçməlidir. Belə olmamalıdır ki, hər şey kişi qərar verməlidir, qadınlara söz verməlidir. Xeyr, bu yanlış düşüncədir, yanlış ailə tərzidir. Bəli, kişi ailədə sözünü deməlidir, amma qadının da qərarı olmalıdır. Belə də olmamalıdır ki, bütün qərarları kişi verməlidir. Belə olsa təbii ki, ailə bir müddətdən sonra dağılacaq. Və məsələ də budur ki, insanlar bir-birini tanımırlar, insanlar bir-birini anlamırlar, çətinlik nədir görmürlər. Hə, bəzi qadınlar var ki, İraq yaxşılarından bir dənə ailədə bir söhbət olur, bir dənə ailədə bir dava olur, sonra yığır ya qardaşına, ya anasına, ya atasına, ya da rəfiqəsinə başlayıb danışmağa. Niyə danışırsınız axı? Axı ailədə olan məsələləri niyə danışmaq lazımdır? Kimə niyə danışırsınız bu söhbətləri? Niyə axı qıraq insanlar sizin bu ailə problemlərinizi bilməlidir? Elə qadınlar var ki, həyatım boyu görmüşəm, öpürəm o qadınların həqiqətən də saf ürəyindən. O qadınlar var idi ki, döyülürdülər, vurulurdular, söyülürdülər, kişi tərəflər əzilirdilər, amma səslərini bayıra çıxarmırdı. Qonşuya öz sözünü demirdilər. Deyirlər ki, ayıbdır. Qonşu bilməsin, qonşu eşitməsin, qonşu görməsin. Və yaxud da kimsə nəsə onlara bir söz deyəndə deyir ki, yox, hər şey ailədə yaxşıdır. Bax, belə qadınlardan ibrət almaq lazımdır. Öz ailəsini satmırlar, öz ailəsini qiymətini bilirlər, öz ailəsinə dəyər verirlər. Ailələri dağılmasın deyənə. Məsələ də bundadır.